Sizə nədən danışım, nədən? Gəncə şəhərində 17 yaşlı gənci döyərək öldürüblər. Və indi də bir çoxları yenə də təəccüblənib ki, ay aman, bəs Azərbaycan polisi niyə bu cinayəti törədənləri tapıb cəzalandırmır? Siz harda yaşayırsınız? Siz bilmirsiniz hansı ölkədə yaşayırsınız? Bəyəm Azərbaycan polisi cinayəti törədənləri cəzalandırır? O deyə İmişlidə bir yol polis işçisi 5 balaca körpənin həyatına son qoymuşdu. Vilayət Eyvazov həmin o polisi cəzalandırıbmı? Baş prokuror, Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Əli Nağıyev həmin polisi cəzalandırıbmı? İlham Əliyev həmin o cinayəti törədən polisi cəzalandırıbmı? Əlbəttə ki, yox. Biz nəyi qoyub, nəyi axtarırıq? Günün günorta vaxtı 5 körpənin həyatına son qoyan yol polisi hal-hazırda azadlıqda gəzir. Biz isə təəccübləndirik ki, ay aman, bu Gəncə şəhərində cinayəti törədənlər niyə tapılmır? Əgər tapılmırsa, deməli həmin o gənci ya polislər öldürüb, ya da polislərin balaları. Bu qədər sadə. Azərbaycanda İlham Əliyev demişkən, heç bir polis cəzalanmayacaq. Ona görə də ölüm hadisəsi varsa və heç kim cəzalanmırsa, deməli bunun arxasında şəxsən Oğraş Vilayət Eyvazov dayanıb. İndi kimsə gəlsin polisə ləkə vursun, mən buna imkan verməyəcəm.